Tamam əzizləyicilər, deməli, bugünkü qonağımız Mercedes-dir, GLS modeldir, 2018 modeldir. Avtomobil gömrük məntəqəsindən düşübdü, gətirdik bura, Amerikada sifariş elədik, gəldi və bundan əlavə olaraq gömrük məntəqəsində bugün çatdı, gətirdik yanımıza ki, avtomobildə ümumi başlayaq, görək, yoxlanışını da eləyək ki, görək nə problemləri var. Avtomobil bu zədəylə gətirmişik. Gördüyünüz kimi 2 dənə qapı yüngül sürtüklə, yüngül əzi ilə gətirmişik. Avtomobildə başqa heç bir airbagda atma falan, suda qalma, odda yanma, belə bir hallar yoxdur. Avtomobil yoxlanışını elədik. Təbii ki, ilk növbədə yağı dəyişilməlidir. Mühərrik yağı dəyişiləcək, transmisiya yağı dəyişiləcək və bir neçə ehtiyat hissələri ilə bağlı işlər görəcəyik. Bu transmisiya yağı Mercedes-in orijinal yağı. Gördüyünüz kimi. Transmisiya yağını orijinalını əvəz eləyəcəyik. Bundan əlavə olaraq orijinal filtr, mən videoda düşür yoxsa yox, orijinal filtr, made in Germany. Almanın anası zulüm ağlayıb. Bundan əlavə olaraq nakladkasından tutmuş mühərrik yastıqlarına qədər hamısını orijinal, yəni titan detalları ilə işləmirik. Orijinal detallarla avtomobildə olan bütün problemləri, bütün detallarda bizdən olmaq şərti ilə mühərrik yağından tutmuş, transmisiya yağından tutmuş, bütün askı sistemindən lazım olan bütün ehtiyat hissələri bizdən olmaq şərti ilə avtomobili təmir edəcəyik, bütün problemlərini aradan qaldıracağıq və sonunda yazılı formada cəmiyyətimizlə birlikdə inşallah müştəriyə təqdim edəcəm. Kimi ki, avtomobilində bax, ümumi check-up yoxlanışı istəyir, ümumiyyətcə avtomobildə təmir eləmək istəyir, alqı-satqı yoxlanışı istəyir və yaxud da ki, deyir ki, qardaş, mən ustalarda qalmaq istəmirəm, Amerikadan sən özün vur maşını gətir, oyna, ud gətir bura, burada bütün problemlərini düzəlt, açar tam təhvil ver mənə. Belə xidmətimiz də var. Bundan əlavə olaraq da bütün ödənişlərdə həm nəqd formasında, həm taksit kartı ilə, həm də köçürmələrlə də işləyirik. Bu avtomobildə bütün işləri görəcəyik. Həmin bu batıqları da Beskraska yolu ilə çıxan hissələri çıxardacaq. Yerdə qalan hissələrində inşallah ki, dəmirçi maliyyə işləri görəcəyik. Belə, müştərimizə xeyirli uğurlu olsun. Təşəkkürlər, izləmədə qalın.